Salam əziz abituriyentlər, bugün sizinlə 11-ci sinif buraxılış imtahanı modelinə uyğun sınağın izahına baxacaq. Sizi əmin edirəm ki, sınaq sizin üçün çox faydalı olacaq. Ona görə də videonu sona qədər izləməyi unutmayın. Və ən əsası 11-ci sinif buraxılış imtahanı suallarının izahı da kanalda paylaşılacaq. Ona görə kanala abunə olmağı unutmayın ki, paylaşım olanda sizə bildiriş gəlsin. Vaxt itirmədən keçək sualların izahına. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Doğrudur xanasına baxaq. Sıxışdır sözünün kökü sıx sifəti ilə homonimdir və sözdə iki leksik şəkilçi vardır. Bəli, sözün kökü sıx, ış leksik, dır leksik. Amma görək ki, sözün kökü sıx feilidirmi, yoxsa sifətidirmi? Yadınızda qalsın. Sıx və düz sözlərinə 4 cür yazılan şəkilçi artırılsa, sözə deyəsən feildir. Kökünə də təbii ki. 2 cür yazılan şəkilçi artırılsa, deyəsən ki, sifətdir. Bax, burada ış 4 cür yazılan şəkilçidir. Deyəsən ki, sıx feildir. Bəli, sıx sözü demək, sıxışdır sözünün kökü sıx feili olduğu üçün, bax burada sıx sifəti ilə homonim olacaq. İstisna lıq şəkilçisidir ki, lıq üstü 4 cür yazılan şəkilçidir də. Sıxlıq desəm, sözün kökünə deyəsən artıq sifət 4 cür yazılsa da, deyəsən sifət. Bu istisna şəkilçimizdir. Yerdə qalan 2 cür yazılan şəkilçi artırılsa, deyəsən ki, məsəl üçün sıxlaş. Deyəsən ki, sözün kökü sifətdir, feil deməzsən. 4 cür yazılan şəkilçi artırılsa, sıxış. Deyəsən ki, sözün kökü feildir. Aydındır. Ona görə biri götürəcəm. Bir mənim doğru fikrimdir. Keçirəm 2-yə. Açar feilini leksik şəkilçili feil kimi düşünmək olar. Açar söz feilini maksimum bir kök və qrammatik kimi düşünə bilərsən. Açar, qapını açar. Qeyri-qəti gələcək zamanda. Açar ismini sən leksik şəkilçili söz kimi düşünə bilərsən. Ona görə 2 səhvdir. Vidalaşmaq sözündə leksik şəkilçilərin sayı qrammatik şəkilçilərin sayından çoxdur və başlanğıc forması vidalaş feilidir. Vidalaşmaq sözü, bax, vidalamaq olmadığına görə vidalaş parçalanmaz. Maq da qrammatik olacaq. Burada deyir ki, leksik şəkilçilərin sayı qrammatik şəkilçilərin sayından çoxdur. Yalan deyir. Bir leksik, bir qrammatik varsa şərtimiz ödənməz. 1-dən 3 mənim cavabımdır. Baxaq. Başlanğıc forması isə vidalaşdır. Əlbəttə, sonuncu leksik şəkilçi hanı gətirdik. Çəkdik əvvəli oldu vidalaş. Bunun oldu başlanğıc forması. Bir dənə belə bir şey də öyrədim sizə. Bax, bizimki sözündə bizimki sözündə biz sözün köküdür. İm qrammatik ki, dakı, bir də gil şəkilçiləri əsasən, həmişə yox, əsasən özündən əvvəl qrammatik şəkilçi tələb eləyir. Tələb eləyib im qrammatik şəkilçidir. Və burada sən artıq sözün başlanğıc formasına biz deyə bilməzsən və yaxud da bizim deyə bilməzsən. Sonuncu leksik şəkilçim hardadır? Ki. Çəkdim, əvvələ oldu. Sözün başlanğıc forması bizimki. Bu da belə. Düzlük sözünün kökü feil ilə homonimdir. Əlbəttə, dedik ki, lıq şəkilçisi istisnaidir da. 4 cür yazılmağına baxmayaraq deyəsən sözün kökünə düz və sıx sözlərindən gedir də. Sözün kökünə deyəsən sifət. Sözün kökü düz sifətidir, lük leksik şəkilçidir. Əsasən adlardan ad düzəldən şəkilçidir də bu lıq şəkilçisi. Kökü feil homonimdir, əlbəttə homonimdir. 4 doğru fikirdir, amma bizdən yanlışı soruşduğuna görə 4-ü götürməliyik. 1-dən 3 bizim cavabımız oldu. Baxıram ikinci suala. Mən 5-ci sinifə gedəndə dərsi çox gözəl və az danışırdım cümləsi ilə bağlı yanlış fikirləri müəyyən edin. Yadınızda qalsın, şərti oxuyanda çox diqqətlə oxuyun. Əziz insanlar, baxaq punktlara. Ədad sifətin çoxaltma dərəcəsini əmələ gətirmişdir. Bəli, burada çox ədatı var. Amma gözəl sözü burada sifət deyil, zərfdir. Çünki gözəl hərəkətə aiddir. Aydındır? Ona görə sən burada gözəl sözünə sifət deməzsən. Ədad var, amma dərəcə əlaməti, dərəcə çararı yaratmayıb. Və burada çox sözün sən lap sözünü əvəz edə bilərsən. Əvəz edə bilirsənsə deyəsən ədaddır. Dərsi lap gözəl və az danışırdım. Burada ədad olacaq, amma sifətin çoxaltma dərəcəsini əmələ gətirmir. Ona görə A, B, A. Bu variantları çıxaram. Çünki bunların hamısında A var da. Hə, üzr istəyirəm. Bizdən yanlışı soruşurdu elə. Hə, A-nı götürərəmsə, C, E-ni çıxaram. Demək, A-nı götürdüm. Nümunədə işlənmiş sayın aid olduğu, özüm də çaşırdım ha, öz yazdığım suala. Nümunədə işlənmiş sayın aid olduğu məna növündən sonra gələn isim həm cəmdə, həm də təkdə işlənə bilər. Mən 5-ci sinifə gedəndə. Bax, burada bir dənə say var, o da 5-ci sözüdür. Burada az sözünə say deyirsənsə, təəssüf edirəm. Burada az sözü zərfdir, hərəkətə aiddir. Aza deyəsən zərfı. Aydındır. Burada yalnız say olan 5-ci sözüdür və demək 5-ci sözü sıra sayıdır.
Sıra sayından sonra da gələn isimlər həm cəmdə, həm də təkdə işlənə bilər. Yalnız cəmdə işlənənlər hansılar idi? Bir sıra, bir çox. Bunlar yalnız cəmdə işlənən saylar idi. Və yalnız say kimi düşünənlər hansılar idi? Və burada bir neçə sözünü də əlavə edirəm. Bir neçə. Neçə. Yadınızda qalsın. Bir sıra, bir çox, bir neçə sayları yalnız say olur. Ha feilə aid oldu, hərəkətə aid oldu, dəxli yoxdur. Və bunu da qeyd kimi yadda saxlaya bilərsiniz. Əlavə olaraq bunu da deyim sizə. Bonus qeyd. Nə qədər sözü var? Ha, nə qədər sözü yalnız əvəzli olar. Testə gəlib salacaq sizə. Yazacaq ki, nə qədər sözü saydır. Əlbəttə ki, bu kökündən yanlışdır. Ümid edirəm ki, yadda qalacaq. Bu B doğru fikrə oxşuyur. B-ni artıq qorxdum. Bayaq səhv elədim deyə ona görə diqqətli olmağa çalışıram. Demək, B doğru fikirdir. Ona görə mənim cavabımda ola bilməzsə çıxıram. Heç nə, cavab oldu B bəndi. Baxaq görək. B bəndi oldu. Baxaq C bəndinə. Mənsubiyyət şəkilçisi qəbul etdiyi üçün ikinci hecasını itirən isim var. Mənsubiyyət şəkilçisini qəbul etdiyi üçün yox, saitlə başlanan hal şəkilçisini qəbul etdiyi üçün. Yoldaşlar, görürsünüz bir sualda nə qədər mövzulara toxunmuşam, nə qədər məsələlərə toxunmuşam. Ona görə diqqətli olun və toxunduğum məsələlərə əmin olun ki, imtahanda rastlaşacaqsınız. Ona görə gedin onlara, bilmirsinizsə diqqətlə oxuyun, öyrənin. Bax, yalnız mənsubiyyət qəbul edən sözlər var idi isim bölməsində. Onları diqqətli şəkildə gedin oxuyun. Mən bura boş-boşuna yazmamışam onunla bağlı sualı. Mənsubiyyət qəbul etdiyi üçün yox, hal qəbul etdiyi üçün. Özdə saitlə başlanan hal şəkilçisi qəbul etdiyi üçün burada sinif sözündə i düşüb. Yəni ikinci hecasındakı i düşüb. Ona görə C də bizim şərtimizi ödəmir. Amma bizdən yanlışı soruşduğu üçün C-ni də götürəcək. A, C, D-yə baxaq. Say müstəqil cümlə üzvü olduğu cümlədə iki isim işlənmişdir. Say burada müstəqil cümlə üzvü deyil. Bax, burada cümlə üzvü olan mən 5-ci sinifə gedəndə feili bağlama tərkibidir. Sən burada ayrılıqda deyə bilməzsən ki, burada 5-ci sözü cümlə üzvüdür. Mən əvəzliyi cümlə üzvüdür. Və yaxud da sualda sizə yazar ki, mən müstəqil cümlə üzvüdür. Və yaxud da sinif sözü cümlə üzvüdür. Kökündən yanlışdır. Aydındır. Tərkib deyəsən, vəssalam. Burada feili bağlama tərkibi işlənib. Zərflik var. Zərfliyin ifadə vasitəsi feili bağlama tərkibidir. Qayıdıb deyər ki, cümlə üzvünün ifadə vasitəsi feili bağlamadır. Yenə çaşarsınız. Feili bağlama deyil. Feili bağlama tərkibidir. Ona görə D də mənim şərtimi ödəməz. Müstəqil cümlə üzvü deyil say. Feili bağlamanın tərkib yaratdığı cümlədə, feili bağlama tərkib yaradıb. Cümlədə ədat və zərf işlənmişdir. Bəli, burada zərf az sözüdür, ədat isə çox sözüdür. Ona görə E doğrudur. Məndən yanlışı soruşduğu üçün cavabımız olar B bəndi. Baxaq 3-ə. Bizim bugünkü dialoqumuzda bu məsələyə həsr olunacaq cümləsi ilə bağlı doğru fikri seçin. Yiyəlik halda olan isim söz birləşməsinin aslı tərəfidir. Bizim dialoqumuz, bax, 3-cü növ təyini söz birləşməsidir. Amma burada bizim sözü isim deyil. Bax, isim deyir, əvəzlik demir ki, bizim sözü əvəzlik olduğu üçün şərtimiz ödənməz. Baxıram, B bəndinə. Ədat işlənmiş cümlədə əvəzlik də işlənmişdir. Baxaq, burada ədat varmı? Bizim bugünkü dialoqumuzda, burada da ədat deyil, bağlayıcıdır. Yadınızda qalsın, danı dənə ilə əvəz eləyə biliriksə, o zaman ədat olar. Deyirəm ki, gəl də səni gözləyirik. Məsəl üçün, səni gözləyirik. Burada dənə ilə əvəz elə, gəl dənə səni gözləyirik. Deyə bildik. Demək, burada də oldu, ədat. Demək, burada da olacaq bağlayıcı. Ədat olmaz. Çünki dənə ilə əvəz eləyə bilmədik. Bir düzəltmə söz işlənən nümunədə bizim bugünkü dialoqumuz bu məsələ həsr olunacaq. Burada düzəltmə söz yoxdur. Bugün, burada mürəkkəb sözdür. Bugünkü, demək, burada düzəltmə söz deyil, mürəkkəb söz olduğu üçün bizim şərtimizi bu da ödəməz. İsmin cəmi 2 halına aid nümunə. Burada ismin 2 halına aid nümunə bizim sözü var, məsələ var da, maksimum. Bir də ki, burada həsr sözünə deyənməzsən ayrılıqda. Həsr olunacaq mürəkkəb feildir. Aydındır? Yəni həsr sözünün ayrılıqda deyənməzsə ki, bu nitq hissəsidir falan filan olmaz. C şərtimizi ödəmədik. Bizdən doğru fikir istəyir. C yanlış idi. Zərf müstəqil şəkildə cümlə üzvüdür və ismə aiddir. Baxaq görək ki, zərf bizim bugünkü dialoqumuzda bu məsələyə həsr olunacaq. Bugünkü dialoqumuz. Bax,
Burada hələ ki bunu saxlayıram, baxaq E bəndinə. Nümunədə 2 mürəkkəb söz var. Baxaq, bugünkü və həsr olunacaq mürəkkəb sözdür. Onlardan yalnız biri müstəqil şəkildə cümləcikdir. Nə edəcək? Həsr olacaq nəyə? Məsələyə. Hansı məsələyə? Bax, burada bugünkü sözü 3-cü növ təyin söz birləşməsinin daxilində gəlib. Cümlə üzvü olmaz. Amma D bəndinə bax, zərf müstəqil şəkildə cümlə üzvüdür. Burada zərf müstəqil şəkildə cümlə üzvüdür. Heç burada bugünkü sözü zərf deyil, sifət olar. Ona görə şərtimiz ödənməz. Aydındır? Cavab olar E bəndi. Yazılışı düzgün verilmiş sözlərin fonetik təhlili ilə bağlı ortaq olan doğru fikri müəyyən edin. Yazılışı düzgün verilmiş deyir. Yazılışı düzgün verilmiş. Ambar səhv yazılıb. Lampa düz yazılıb. Pambıq səhv yazılıb. Pambıq M ilə olar. Ambar N ilə yazılar. Sünbül düz yazılıb. Məşhur yazılar. Məhşur yox. Burada Ş, H olmalıdır. Səhv yazılıb. Qunbara M ilə yazılır. M ilə. Olmaz. Ona görə də burada bizim şərtimiz ödənməz. M ilə yazıldığı üçün bu da ödəmir. Sadəlöv deyil, sadəlöv H-dır. Bunun yazılışı belədir, bu da səhvdir. Demək biz burada lampa və sümbül sözlərinə baxmış olacaq. Və ən əsası, bu sözləri də mən bura elə belə yazmamışam. Bilmirsinizsə, gedin M ilə yazılan sözləri əzbər öyrənin. Testdə qarşınıza çıxacaq, sizi əmin edirəm. Demək, tərkibində qapalı və açıq saitlər işlənmişdir. Lampa sözünün tərkibində qapalı sait işlənməyib axı, açıq saitlərdir. Burada məsələn deyə bilərsən də, sümbülü ödəyir, amma lampanı ödəmir. Ahəng qanunu gözlənilmiş sözlərin tərkibində ahəng qanunu gözlənilib, lampa və sümbül. Bəli, sonar samitlər də var əlbəttə. L, M-nırı sonar samitdə. Burada M var, burada da N var. Sonar samit deyə bilərsən. Cavab olar B bəndə. Yazılışı ilə deyilişi fərqlənən sözlərdir. Lampa sözünün yazılışı və deyilişi fərqlənmir. Sümbül sözünün isə yazılışı və deyilişi fərqlənir. Yadınızda qalsın, N-dan sonra B gələrsə, tələffüzdə M, B kimi tələffüz olunacaq. Bax, olacaq sümbül. Belə olacaq. Ona görə bu da şərtimizi ödəməz. Yazılışı doğru verilmiş sözlərdən yalnız birində sait uzanması var. Bunların heç birisində sait uzanması yoxdur. Şərtimiz ödənməz. Tərkibində kar samitlərin sayı cingiltli samitlərin sayından çox olan sözlərdir. Lampa sözündə məsəl üçün ödəmir. Çünki burada bir dənə P kar samit var. L-M da cingiltli samitlər olduğu üçün ödənməz. Cavab olar B bəndi. Bu arada yoldaşlar, onlayn hazırlığa qoşulmaq istəyirsinizsə, demək 652 48 15 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlığa tam qarant verilir. Bütün mövzuların konspekti, izahı, sualların hər birinin izahı, hər birinin ayrıca konspekti, qeydləri sizə təqdim olunur. İmtahanda ən çox nələrə diqqət olunur, onlar təqdim olunur. Belə hazırlığa qoşulmaq istəsəniz müraciət edə bilərsiniz. İsmin bütün hallarına aid isimlərin işləndiyi nümunəni müəyyən edin. İsmin bütün hallarına aid isimlərin işləndiyi. Baxaq. Yorucu sual olsa da, elə mən də onu istəmişəm ki, siz də yorulasınız, fayda dəysin sizə. Rasim meşəlikdən çıxıb evə gedəndə yolda ayıların izinə rast gəldi. Ayıların izi. Bax, burada var. Demək, yəlik hal var, yönlük hal var. Yolda. Burada çıxışlıq hal var. Sonra nə var? Daha üzr istəyirəm, çıxışlıq yox. Yerlik hal var. Çıxışlıq var. Adlıq var. Adlıq, yəlik, yönlük. Burada məsəl üçün təsirlik mən görmürəm. Rasim meşəlikdən çıxıb evə gedəndə yolda ayıların izinə rast gəldi. Burada i mənsubiyyətdir də, təsirlik deyirsinizsə təəssüf olsun. Demək olmaz. Ona görə A şərtimiz ödəməz. Baxıram B bəndinə. Onun gözlərində 30 illik həsrətin acısı gizlənirdi. Məsəl üçün burada çıxışlıq hallı söz yoxdur. Olmaz. Şərti diqqətlə oxuyaq. İsmin bütün hallarına isimlər deyir. Burada onun sözünə məsəl üçün sən yəlik hallı isim deyə bilməzsən də təbii ki o əvəzli olacaq. Uşaqlar sualların çətinliyindən, uşaqlar sualların çətinliyindən burada demək nə var? Yəlik, adlıq, çıxışlıq, boğaza yığılmır. Daha da həvəslənərək evdə dərslərini həvəslə oxuyurdular. Burada yönlük hal yoxdur. Evdə yerlik, dərslərini təsirlik. Burada da yönlük hal yoxdur. Boğaza sözünə yönlük hal deyirsənsə təəssüf olsun. Çünki burada boğaza yığılmaq frazeoloji birləşmədir. Frazeoloji birləşmə parçalanmaz. Yəni frazeoloji birləşmə bütövlükdə bir sözdür. Necə ki, meşəbəyi, meşəbəyi sözündə
İki dənə söz var da, meşə bəy. Mürəkkəb sözdür. Boğaza yığılmaq da mürəkkəb feildir. Sən ona heç vaxt ayrılıqda burada biz meşə sözünə demirik ki, isimdir. Demirik ki, burada iki dənə isim işlənib. Sən sadəcə deyirsən ki, meşə bəy sözü isimdir, vəssalam. Burada desən mürəkkəb feildir, vəssalam. Aydındır? Yönlük hal görmədim burada. Ona görə çıxıram bunu da. Öz hazırladığımız suala görün necə məsuliyyətlə işləyirik. Ki, birdən səhv deyərik. Anar ağacın meyvələrindən həvəslə yığaraq evdə uşaqlara kompot hazırladı. Məsəl üçün, burada anar adlıq, ağacın yiyəlik, meyvələrindən çıxışlıq, həvəslə yığaraq evdə yerlik, uşaqlara yönlük, kompot u təsirlik, qeyri-müəyyən təsirlikdir. Ha, adlıq, yiyəlik, yönlük, adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq. Cavab D bəndi oldu. Demək D bəndi bizim şərtimizi ödəyir. Baxaq E bəndinə. Məqsədi olan insan çətinlikdən qorxmayaraq. Burada demək ki, çıxışlıq hal var, insan adlıq hal var. Davam etdi. Məsələn, burada yerlik hal mən görmürəm. Ona görə şərtimiz ödənməz. Oldu cavab D bəndi. Baxıram 6-ya. Sifətin çoxalma dərəcəsinə aid nümunənin işləndiyi variantı müəyyən edin. Balaca daş onun ölümünə səbəb ola bilərdi. Bax, burada balaca daş sifətin çoxalma dərəcəsinə aid olan nümunə deyirsə, bax, burada nümunənin işləndiyi variantı müəyyən edin. Balaca sözünə sən sifət deyirsən, sifətin çoxalma dərəcəsi deyirsənsə təəssüf olsun. Çünki sözün kökü burada bala deyil, balacadır. Ca şəkilçisi yoxdur ki burada. Ona görə A olmaz. Anar utandığı üçün qıpqırmızı oldu. Hə, cavab B olar. Deyirsinizsə təəssüf olsun. Çünki B olmaz. Qıpqırmızı sözü dedim axı, qıpqırmızı olmaq mürəkkəb feildir. Sən bunu ayıra bilməzsən. Aydındır. Elə sözü görən kimi cavabı qaçıb götürməyin də. Adamı belə aldadırlar. Qıpqırmızı olmaq nə oldu? Mürəkkəb feil. Orada sifət yoxdur. Tünd xasiyyət insanlar, nə deyir? Tünd xasiyyət insanlar onlara üz vermədi. Hə, tünd xasiyyət insanlar biraz natamam cümləyə oxşayır, amma biz əsas öyrənməyə fikir verək. Bax, tünd xasiyyət sözündə tünd xasiyyət adi dərəcədə olan sifətdir. Çünki xasiyyət sözü isimdir. Xasiyyətli olsaydı hardasa deyə bilərdik ki, bu çoxaltma dərəcəli sifətdir. Amma yadınızda qalsın ki, sifətin dərəcə əlaməti isimlərə artırılmaz ha. Sifətləri artırılmalıdır. Məsələn, tünd çay sözünə sən deyə bilməzsən ki, çoxalma dərəcəli sifətdir. Olmaz. Çünki çay sözü isimdir. Fərağat komandası verildiyi üçün əskər dimdik dayanmışdı. Hə. Fərağat komandası verildiyi üçün əskər dimdik dayanmışdı. Nə etmişdi? Dayanmışdı. Hansı tərzdə, necə? Dimdik. Tərzi hərəkət zərfliyi və zərfidir. Bu zərfdir. Ha, sən buna sifət deyə bilməzsən. Çünki hərəkətə aiddir. Ha, orada sifətin dərəcəsi oldu, olmadı, dəxli yoxdur. Sifət feilə aid olduğu üçün necə soruna cavab verən söz əsasən feilə aiddirsə deyəsən zərfdir. Aydındır. Baxıram E bəndinə. Uşaqlar yamyaşıl geyinmişdilər. Burada yamyaşıl sözü, hə, deyərsiniz ki, müəllim, bəs burada yamyaşıl sözünə sən, bu da necə soruna cavab verir? Niyə sən buna zərf demirsən? Deməyəcəm. Çünki yamyaşıl sözü rəng bildirir. Yadınızda qalsın, zərf rəng bildirməz. Aydındır. Ha feilə aid olsun, hərəkətə aid olsun, nəyə aid olur? Fərqi yoxdur. Sən ona deyəsən, demək, çoxaltma dərəcəli sifət. Aydındır. Cavab olar E bəndi. Yəni, rəng bildirən sözlər sifət, zərf olmaz. Baxaq 7-yə. Verilmiş sözlərlə bağlı doğru fikri müəyyən edin. Sözlərin biri isimdən yaranmışdır. Bax, baxıram boya sözünə. Boya sözü isimdən yox, feildən yaranıb. Deyə bilərsiniz ki, boya. Boya sözü, mən boya aldım. Bəs niyə isim olmur ki? Təbii ki, olmaz. Yadınızda qalsın. Bu tipli sualları tapa bilmirsinizsə, şəkilçini çıxardın qırağa, qır şəkilçisi, bax. Məsəl üçün, əlavə bir sözü artıraq. Daya, daya, dayaq. Daya, nə et daya? Dayaq, nə dayaq? Görürsənmi? Feildən isim yaradır deyə qır şəkilçisi. Sən burada boya sözünə isim deməzsən, ha, olmaz. Buna deyəsən, feil. Aydındır. Sözlərdən biri isimdən yaranmışdır. Burada isimdən yaradılan mən söz görmürəm. Ona görə A-nı çıxaram. Baxıram, demək ki, növbəti punktlara, variantlara. Sözlərdən ikisində leksik şəkilçilərin sayı eynidir. Qorxudulmuş sözünə baxaq. Sözün kökü qorx. Qorxu sözündən qorxut yaranmaz. Qorxud olar. Çünki t şəkilçisi isimdən feil yaratmaz. Feildən feil yarada bilər. Qorx, qorxud, qorxutulmuş. Quc sözü var. Deyirsən, gəl qucuma. Quc, qucaq,
Qucaqla, qucaqlaş, qucaqlaşmaq. Sözün çünki burada quc oldu. Toplanış, top, toplamaq, toplanmaq, toplanış. Top, topla, toplan, toplanış. Demək ki, sözlərin ikisində leksik şəkilçilərin sayı eynidir. Burada leksik şəkilçilərin sayı eyni olan, bəli, burada cavab olar ilə B bəndi. İkisində leksik şəkilçilərin sayı eynidir. Hərəsində 3 dənə leksik şəkilçimiz var. Cavab olar B bəndi. Tərkibində cəmi bir leksik şəkilçi olan sözdəki şəkilçi 4 cür yazılır. Hə, boyaq sözünü deyir. Tərkibində bir leksik şəkilçi. Yadınızda qalsın. Boyaq. Sözün kökü oldu boyaq. Bax, bu nədir? Açıq saydı. Açıq saydı olduğu üçün deyəsən ki, bu aq şəkilçisi 2 cür yazılır. Aydındır. Burada məsəl üçün bölük olsaydı, bölük. Burada böl sözün köküdür, 3 leksik. Burada sən qapalı sayt olduğu üçün deyəsən ki, 4 cür yazılan şəkilçidir. Aydındır. Sən burada buna heç vaxt deməzsən ki, 4 cür yazılan şəkilçidir. Olmaz. Bu 2 cür yazılan şəkilçidir maksimum. Samitin əvvəlindəki saitə baxırsan. Baxıram, burada A açıq sait var. 2 cür yazılırsa deyəsən ki, daha doğrusu açıq sayt varsa deyəsən 2 cür yazılır. Qapalı sayt varsa deyəsən ki, 4 cür yazılır. Üzr istəyirəm. Bunu bir dənə çıxardaq. Davam eləyək. Demək, sözlərdən üçünün başlanğıc formasındakı leksik şəkilçilərin sayı eynidir. Başlanğıc formasındakı leksik şəkilçilərin sayı. Bax, görün, bir sualdan nə qədər şey öyrənirsiniz, əziz yoldaşlar. Başlanğıc forması nədir burada? Demək, sonuncu leksik şəkilçiyə qədər olan hissədə sonuncu leksik şəkilçi də daxil olmaqla. Bax, toplanış. Demək, başlanğıc formasındakı leksik şəkilçilərin sayı eynidir. Başlanğıc formasındakı leksik şəkilçilərin sayı eyni deyil. Burada məsələn 2 dənədir. Özü 3-ündə deyir. Burada da 3 dənədir, burada da 3 dənədir. Sən bu şərti ödəməz. Aydındır. Ona görə də D-də ödənmir şərtimizə. Bütün sözlərin kökü feildir. Bütün sözlərin kökü feildir. Məsələn, burada top sözü feil deyil axı. Top sifət olar maksimum. Cəm mənasında da. Cavab olar B bəndi. Baxıram 8-ə. Cədvəldə uyğunluğu deyir. Uyğunsuzluğu yox Uyğunluğu dediyi üçün daha diqqətli olaq. Vergül o əvəzliyinin tələbinə görə qoyulub. O sözün düzü dərslərini yaxşı oxuyur. Bax, burada o əvəzliyinə görə yox. Burada sözün düzü burada maksimum modal sözə görə qoyula bilər də. Yəni burada olmaz. O əvəzinə görə qoyulmayıb. Məsələn, burada o məsələn uşağı gətirdi. Nə etdi, gətirdi? Kimi uşağı, kim o. Burada uşaq ismi gəlib deyə, burada o əvəzliyinin tələbinə görə vergi qoyulub. Şəxs əvəzliyidir, vergi qoyulub. Burada isə mənim üçün modal sözün, ara sözün və yaxud da nə deyə bilərik? Bunların köməkliyinə, bunlara görə vergi qoyulur. Yəni burada sən deyə bilməzsən ki, o əvəzinə görə vergi qoyulur. Burada görsən yəqin ki, modal sözü gəlib. Burada modal sözə görə burada vergi qoyulub. Aydındır. O əvəzinə görə vergi qoyulmaz. Ona görə 2 də şərtim ödəmir. Vergi o əvəzliyinin tələbi ilə qoyulmayıb deyirsə, o, sən hər şeyin ən yaxşısını etdiniz. Bax burada o, sən həmcins nə olar? Mübtəda olar. Həmcinsliyə görə vergi qoyulub. Burada o əvəzliyin, burada sən gəlib, yadınızda qalsın. O əvəzliyindən sonra əvəzlik gəlirsə, o görürsən sən gəlib. Vergi olmaz. Amma burada həmcinslik yaratdığı üçün vergi olar. Aydındır. Demək ki, burada o əvəzinə görə vergi qoyulmadı da, həmcinsliyə görə vergi qoyuldu. Ona görə 3-ü götürürəmsə, o doğrusu bizi başa düşmədi. Doğrusu düzü, doğrudur, düzdür. Bunlar nədir? Modal sözlərdir. Modal sözə görə vergi qoyulub da, o əvəzliyin tələbinə görə vergi qoyulmayıb ki. Ona görə də 3 ilə 4-ü götürə bilərik. Cavab olar C bəndi. 9. Onu görəndən sonra özünə gələ bilmirdi. Cümləsi ilə bağlı doğru fikri müəyyən edin. İşarə əvəzliyi işlənmişdir. Bax, burada o əvəzliyinə işarə əvəzliyi deyirsənsə, təəssüf olsun. Çünki burada yadınızda qalsın, o əvəzliyinin üzərində hal şəkilçisi görürsənsə, ona heç vaxt sən işarə əvəzliyi deyə bilməzsən. Artıq o şəxs əvəzliyidir. Aydındır? Olmaz. Doğru fikir istəyir bizdən. Feili bağlama tərkib yaradıb. Onu görəndən sonra, burada feili bağlama anda, əndə görüb deyirsənsə bu feili bağlamadır, təəssüf edirəm. Yadınızda qalsın. Feili bağlamadan sonra qoşma gəlməz. Feili bağlama qoşmalarla işlənməz. Bu feili sifətdir.
An, ən feili sifətin şəkilçisidir. Dan da çıxışlı halın şəkilçisidir. Ha, sən burada dediyim kimi deyə bilməzsən ki, feili bağlamadır. Heç feili bağlama tərkib də yaratmır. İdi hissəciyi işlənmiş cümlədə gələ bilmirdi. Bilmirdi. Bu inkarda əslində bu bilməyirdi olmalıdır da. Bilməyirdi. Əslində belə olmalıdır da bu. Məyirdi. İndi burada bilmirdi yazıblar. Yazılıb daha doğrusu. Yəni bu belə də ola bilər. Bax burada demək zaman şəkilçisindən sonra, indiki zaman şəkilçisindən sonra gəlib d. Hissəcikdir. İdi hissəcik. Yadınızda qalsın. Hissəcik qrammatik şəkilçisidən sonra gəlir. Hissəcik heç vaxt bildi. Heç vaxt sözün kökünə və yaxud da başlanğıc formasına artırılmaz. Bu şuhudi keçmiş zamanın şəkilçisidir. Mən abituriyentlərə deyirəm ki, zaman şəkilçilərini bax belə əzbərləyin. Məsələn bax şuhudi keçmiş zamanın şəkilçisi elə şuhudi d üstü 4. Şuhudi d di. Bax belə yadda saxlayırsan ki, şuhudi keçmiş zaman şəkilçisi d di du dü şəkilçisidir. Və burada oldu şuhudi keçmiş zamanın şəkilçisi. Feilin kökünə və yaxud da başlanğıc formasına artırıldı. Məsələn bildirdi. Bil sözün köküdür. Bildirmək. Dir leksikdir. Di də yenə də şuhudi keçmiş zamanın şəkilçisi oldu. Çünki dedim ki, sözün ya başlanğıc formasına ya da kökünə zaman şəkilçisi artırılacaq. Hissəcik artırılmaz. Aydındır. Baxaq növbəti punktlara. Hə, deyir ki, idi hissəcik işlənmiş cümlədə. Bəli, idi hissəcik işlənib də, qrammatik şəkilçisindən sonra gəlib də, idi hissəcik işlənib. Feili sifət isimləşmişdir. Əlbəttə, feili sifətdir, isimləşib. Çıxışlı halın şəkilçisini qəbul edib də. Vəssalam, cavab oldu C bəndi. Əvəzliklər cümlə üzvünün ifadə vasitəsidir. Bax, burada əvəzliklər deyir. Birincisi, burada özünə gəlmək, frazeoloji birləşmədir. Özünə gəlməyə sən heç vaxt burada gəl feili işlənib, nə bilim, öz əvəzliyi işlənib, nağarib, neyinib, elə şey olmaz. Demək, bu mürəkkəb feildir, frazeoloji birləşmədir. Sən burada özə əvəzlik deməyəsən. Burada əvəzliklər yox, əvəzlik işlənib. Heç burada onun sözü müstəqil cümlə üzvü deyil. Aydındır? Ümumiyyətlə cümlə üzvü deyil. Tərkib daxilindədir. Tərkibə oxşayır da bu, hə. Ona görə D də bizim şərtimiz ödəməz. Nümunədə 5 əsas nitq hissəsi işlənmişdir. 1, 2, 3, 4, 5. Deyirsinizsə, təəssüf olsun. Özünə gələ bilmək. Dedik ki, frazeoloji birləşmədir. Demək, nə olmaz? 5 əsas nitq hissəsi olmaz. Baxırıq 10-cu, nəhayət 10-cu sualımıza. Cədvəlin yalnız bir xanasında yanlışa yol verilmiş variantı müəyyən edin. Məchul növdədir. Oxundu. Deyirəm ki, kitab oxundu. Kimsə tərəfindən oxunur da. Oxu, oxun, oxundu. Məchul növdədir, bəli. Şəxsiz növdədir, baxıldı. Yadınızda qalsın, feilin özünə nə sual verə bilirsinizsə, məsələn, baxıldı. Nə? Nə baxılır? Nəyəsə baxıla bilər də, nəyə? Nə demədim ki, nəyə dedim? Şəxsiz növdədir, bəli. Qayıdış növdədir, qızınmaq. Məsələn, mən qızındım. Odun istisində. Öz-özümə qızınıram da, hərəkət və hadisə özüm öz üzərimdə icra edirəm. Deyəsən ki, qayıdış növdədir, bəli. Amma bizə deyir ki, yalnız bir xanasında yanlışa yol verilib. Burada hamısında doğrudur da, şərtimiz ödənməz. Yazdırıldı, məchul növdədir, bəli. Deyirəm ki, yazı yazdırıldı. Kimsə tərəfindən yazdırılır da, amma bizə məlum deyil. Məchuldur. Ona görə yazdırıldığını götürərik. Əməl olundu. Hə, əməl olundu. Nə olduğu bilinmir. Nəsə əməl olunur da, nə sual verə bilmirik. Nəyəsə əməl oluna bilər, buna deyərsən şəxsiz növ. Geyinmək. Öz-özümə geyinirəm də, kimsə gəlib geyindirmir ki, geyinmək olar qayıdış növdə. Hə, bu olar. Bu da olur qayıdış növ. Yenə də burada şərtimiz ödənmir. Yalnız bir xanada səhv olmalıdır. Baxaq. Dağılmaq. Dağılmaq sözü sadə sözdür. Bu getdi. Qırılmaq. Qırılmaq. Ağac qırıldı. Bax, qırıldı. Nə? Ağac. Mübtəda artıra bilirəm. Şəxsiz növdədir. Burada 2 dənə fikir şərtimi ödəmir. Yapışmaq heç qayıdış növdədə deyil. Burada heç 3 dənə fikir şərtimi ödəmir. Maksimum 1 bizim xanamız pozula bilər də. Bunların 3'ü də ödəmədi deyə gedir. Deyilmək. Söz deyildi. Kimsə tərəfindən deyilir. Məchul növdədir. Əmr edildi. Bax, qanun əmr edildi. İcra edildi. Nə? Qanun. Şəxsiz növdədir. Xeyr. Əkildi. Ağac əkildi. Nə olacaq? Olacaq
Məchul növ ağacı kimsə əkir də. Məsəl üçün duman çəkildi. Dumanı kimsə gedib çəkmir ki, duman öz-özünə çəkilir də. Ona görə qayıdış növ olacaq. Əkilmək isə məchul olar. Burada 2 dənəsi bizim şərtimizi ödəmədiyi üçün D bəndi də bizim şərtimizi ödəmir və cavab olmaz D bəndi. Baxaq görək cavabımız E-dirmi yoxsa sual səhvdir? Məchul növdədir yuyulmaq. Paltar yuyuldu. Kimsə tərəfindən yuyulur da. Oldu E bəndi. Üzr istəyirəm. Niyə E bəndi olsun? Hələ baxaq da. Mən nə tələsirəm? Yuyulmaq nə olur məchul növdə? Paltar yuyuldu dediyim kimi, bax, hörmət edilmək. Kimsə tərəfindən yuyulur da, hörmət edilmək. Nəyə hörmət edilir? Nə hörmət edilmək? Nə deyə bilmirsən də? Nəyəsə hörmət edilir deyirsənsə, olur şəxsiz növ. Sevilmək. Sevilmək olar qayıdış növdə, yoxsa yox? Sevilmək məchul növdədir. Kimsə tərəfindən sevilirsən də, məchul növdədir. Bax, bunlar şərtimizi ödədi. 2 dənəsi şərtimizi ödəyir, biri şərtimizi ödəmir. Bizə nə deyirdi? Yalnız bir xanada yanlış olan. Cavab oldu E bəndi. Belə, yoldaşlar, bundan sonra da biz çalışacağıq ki, buraxılış səviyyəsinə uyğun sualların izahını sizə təqdim edək, sınavların izahını sizə təqdim edək və sizi bir daha əmin edirəm ki, burada olan sualların tipi, oxşarı imtahanda rastınıza çıxacaq. Bundan əmin olun. Özünüzə yaxşı baxın, növbəti paylaşımlarda görüşərik. Sağ olun.